Bəs bax mənə maraqlıdır ki, deyim ki, hamilə qadın təsəvvür eləyək. İndi onun aurası deyim ki, tam da bərpa olunmamış vəziyyətdədir. Dünyaya gətirdiyi uşağın aurası necə olur? O da travmalıdır. Eyni Axı o ana ilə birdilər axı. Bəli. Artıq yəni doğuluşdan bu dəlmə-dəliş. Uşaqlar bizim müəllimlərimizdir. Ya o müəllimlərdən biz hər hansı bir nəticə çıxardacaq, ya da çıxartmayacaq. Yəni mən Nihad öz üzərimdə götürsəm, mən Nihad dünyaya gələndə birinci oğlum. Mənim auram, energetik, 7 bədənim, çakralarım hamısı bərbad bir vəziyyətdə idi. Eynilə mənim oğlum da özünü göstərdi. Nə oldu? Travma, başında tromb oldu, xəstəlik, danışmadı, nəsə o bu falan. Hamısını onda mən gördüm. Mən onu onda görüb özümü düzəltmək qərarına verməsəydim, bəlkə əkizlərdə də bu olardı, bəlkə heç əkizlər olmazdı, necə ki olmurdular 9 ildir və yaxud da bir uşaq olardı, o da travmalı olardı. Amma mənim əkizlər, çünki mən onları çox qəşəng müqayisə eləyirəm. Yəni başqa müqayisəyə ehtiyac yoxdur. Əkizlər tamam başqa frekansdadılar məndə. Çünki onlar mənim auramın bərpası olduğu vaxtda, çakralarım balanslı vaxtda, travmasız vaxtımda doğulublar deyənə tamam başqa frekansdadılar. Gözlərindən belə oxu, sakitdilər, yatırlar. Heç nəyləri yoxdur. Yəni tam sağlam yeriyirlər, hətta aququ, hər şey, yəni hər bir şey eləyirlər, hansı ki Nihad heç birini eləmirdi. Niyə eləmirdi? Çünki ana travmalı idi. Yəni uzağa getmək lazım deyil. Ana travmalıdırsa, uşağın travmasız olmağını gözləmək lazım deyil. Amma siz onu dəyişə bilərsiniz. İndi Nihad məktəbdə əlaçıdır. Niyə? Çünki mən özümü dəyişdim. Sadəcə onu terapiyalara aparmaqla Nihadın möhtəşəm olmağını mən gözləmirdim. Yəni sənin eləmədiyini sənin üçün başqası eləməyəcək. Mən əgər travmalıyamsa, mən oturub mənim yəni özümü tanımıramsa, mən uşağımı bütün yəni psixoloq olsun, loqoped olsun, onlara aparım. Yəni mən nə fayda görəcəm, heç nə. Mən dəyişəndən sonra o uşaq dəyişdi və indi bəli, bütün problemlər geridədir. Maşallah. Yəni hər şey anadandır, bəli. Anadan asılıdır.